Herkese salam, kanalıma hoş gelmişsiniz. Haber verdiğimiz kimi müğənni Nadir Qafarzadə ikinci dəfə baba olub. Onun kiçik oğlu Əziz ata olub. Əziz sosyal media hesabında atası, həyat yoldaşı və yeni doğulan körpəsi ilə birlikdə yepyeni görüntülər paylaşıb. Onun paylaşımı hər kəs tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, Əziz övladına atasının adını verib. Həmin görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb. O da Ben belə şirinəm yani. Ben şirinəm belə. Yavaş şirin budur. Nadir, balaca Nadir, böyük Nadir. Hoş gelmişsən Nadir'im. Hele sen bilmirsən, sənə babon kimdir? Babon, babalar babası. Yaşlı oğlan sənə baba, sen de yaşlı oğlan ol. Babanın adını daşıyırsan. Olacaqsan Qafarzadə Nadir Əzizoğlu. Sen de çalış, elə baba kimi zəhmətkeş ol, ailə qədri bil. Xeyirxah ol, insanlara, ölkəyə, cəmiyyətə xeyrün deyilsin. Yaxşı vətəndaş ol, yaxşı Azərbaycanlı ol. Mənim balam, mənim ikinci nəvəm, maşallah, maşallah, xoş gəlmişsən. Tortu kəsmək istəmirəm, inanırsın, o qədər şirindir ki bu tort. Kəsmək istəmirəm, Allah bütün bağları saxlasın, Allah olmayanlara qismət olsun, eləsin inşallah. Dünyamız salamat olsun, ölkəmizdə əmin-amanlıq olsun, xalqımızı Allah qorusun. Dövlətimizi Allah qorusun, torpağımıza minalar gidəyim, o dilə nədir, o güllələr falan gəlməsin. Bu uşaqların xatirinə Allah bu uşaqların içinə baxıb bizə də rəhm eləsin inşallah. Bayramımız mübarək. Sabah 8 Mart'dır. Bütün qız uşaqlarını təbrik edirəm. Beləcə qızları, körpə qızlar, böyük qızlar, nənələr, xalalar, bibilər, əmilər deyəcəkdim, baldızlar, sonra kimlər var, qaynarvatlar, hələ o da, bacılar, sonra kim qaldı? Analar. Gelinler. Bayramımız mübarek. Ben de bayram mübarek. Öpürəm sizi.